Azərbaycan Respublikasının prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən növbəti səyyar asan xidmət Xankəndi şəhərində təşkil olunub. Məqsəd işğaldan azad olunmuş ərazilərə, əzəli torpaqlarına qayıtmış vətəndaşlara dövlət xidmətlərinin daha rahat, əlçatan və şəffaf formada təqdim edilməsidir. Hazırda Xankəndiyə ezam olunan əməkdaşımız Günel Məmmədyarlı daha ətraflı məlumat verəcək. Buyur Günel, söz səndədir. Hər vaxtınız xeyir olsun. Sizi Qarabağın döyünən ürəyi, gözəlliyi ilə dillərə dastan Xankəndidən salamlayırıq. Bildiyiniz kimi işğaldan azad edilən doğma torpaqlarına qayıdan vətəndaşlara dövlət xidmətlərinin şəffaf və əlçatan şəkildə təqdim edilməsi məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir. Elə bu çərçivədə Xankəndidə ilk dəfə səyyar asan xidmət fəaliyyətə başlayıb. Vətəndaşlar bura yaxınlaşaraq müxtəlif xidmətlərdən yararlana bilirlər. İstəyirəm bu haqda bizə ətraflı məlumatı isə asan xidmətin səyyar xidmətlərin təşkili şöbəsinin müdiri Zəka Muradov versin. Zəka müəllim, salam, hər vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyir olsun. Zəhmət olmasa bizə və tamaşaçılara daha ətraflı məlumat verərdiniz bu haqda. Əlbəttə, səyyar asan xidmət Xankəndi şəhərində vətəndaşlarımıza səyyar formada xidmət təşkil edir. Vətəndaşlarımız müraciət edərək şəxsi vəsiqələrin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücü vəsiqələrin dəyişdirilməsi, notariat xidmətləri, əmlak xidmətləri, vətəndaş vəziyyət haqlarının dövlət qeydiyyatı xidmətləri ilə bağlı müraciət edə bilərlər. Ayın neçəsinə qədər davam edəcək? Səyyar asan xidmət nə vaxta qədər fəaliyyət göstərəcək? Xankəndi şəhərində səyyar asan xidmət 23 iyul tarixinə qədər fəaliyyət göstərməsi nəzərdə tutulur. Bəs işğaldan azad edilən doğma torpaqlarımızda daha harda belə səyyar asan xidmətin təşkil olunması planlaşdırılır? Ümumiyyətlə, məlumat üçün bildirim ki, indiyədək işğaldan azad olunmuş ərazilərdə Zəngilanın Ağalı kəndində, Cəbrayıl rayonunda, Tərtərin Talış kəndində bugünədək 1200-dən çox vətəndaşımız üçün səyyar xidmət təşkil edilmişdir. Növbəti perspektivdə isə 27 iyul tarixindən 4 gün müddətinə Laçın şəhərində vətəndaşlarımız üçün səyyar xidmətin təşkil edilməsi nəzərdə tutulur. Təşəkkür edirik Zəka bəy ətraflı məlumat üçün. Bəli, sizə çatdıracaqlarımız hələ ki bu qədər idi. Biz isə vətəndaşlara arzu edirik ki, işləri hər zaman asan olsun. Buyurun, söz sizdədir. Təşəkkür edirik Günel, sənə ətraflı məlumat.